İndi deyəcəklər müəllim yenə özünü təriflədi. Hə. Yəni mən şagirdlərimə də deyirəm o sözü. Aferin sizə. Amma bəzən siz necə müəllimlər, bu gün də, dünən də müəllimlərdən mənə yazmışdılar ki, müəllimə, afərin demək olmaz, axı biz şagirdlərə necə afərin deyək. Deyirəm, niyə demək olmur? Deyirəm, niyə demək olmur ki, afərin? Bu şagird plen düşüb bizə. Bəs yaxşı, bu şagird durur, əziyyət çəkib, zəhmət sərf eləyib, canını qoyub, oxuyub, o cür sizə izah verir, münasibət bildirir. Necə biz ona afərin deməyək? Niyə deməyək ki? Tustağımızdır. Çox sağ ol Aydın müəllimə. Afərin də deyəcəyik, əhsən də deyəcəyik, maşallah da deyəcəyik. Amma onun davamında mən desəm ki, əgər afərin sənə Aysu, sən mükəmməlsən, sən mənim zəkalı sən mənim zəkalı qızımsan, sən ağıllısan, sən dəryasan, bu olur emosiyalara yönəliklə. Olmaz. O olar ki, afərinin dalınca idraki fəaliyyətə yönəliklə verəcək. Afərin sənə qızım, bu tapşırıqda istifadə etdiyim metod çox düzgün seçmisən. Bugünkü izahın keçən həftəki izahından dönə-dönə yaxşıdır. Afərin. Niyə demək olmur ki? Olur. Lap qəşəng olur. Afərin sənə Aydın müəllimə. Mən necə Aydın müəllimə bu cür gözəl danışır. Aydın müəllimə bizə yeni qoşulanda dedi, müəllimə mən danışa bilmirəm. O müəllimlər necə gözəl cavab verir. Mən danışmağa sıxılıram. Mən danışa bilməyəcəm. İndi Aydın müəllim bülbül kimi cəhcəh vurur. Mənə də imkan vermir. Afərin sözündən stimul alır müəllim. Belə müəllimlər, hamınıza təşəkkürümü bildirirəm. Kanalıma abunə olmağı, şər yazmağı, bəyənməyi unutmayın əzizlərim.